Prezident Donald Trump ABŞ-dan olan bir alıcının TikTok alması üçün sövdələşməni bağlamaq niyyətindədir. Faktiki olaraq o qədər çarəsizdir ki, o, Çin hökuməti bir razılaşmanı təsdiqləyərsə, tariflərdə yüngülləşdirmə təklif etdi. Bu təklif həm demokratlar, həm də respublikaçılar tərəfindən gözlənilmədən rədd edildi. Axı, Trump Çinə tarifləri əsasən fentanilin ABŞ-a çatmasını dayandırmağa çalışmaq üçün qoyduğunu söylədi. Onun TikTok sövdələşməsi müqabilində endirimdən əl çəkməyə hazır olması onun tariflər haqqında danışmasının nə qədər tutarsız olduğunu və TikTok-u Amerikanın və bəlkə də onun administrasiyasının nəzarəti altına almağa nə qədər həvəsli olduğunu göstərir. Bütün bu müddətdə Big Tech elitaları və rəhbərlik etdikləri şirkətlər TikTokda köpək balığı kimi dövrə vururlar və ümid edirlər ki, dişlərini tətbiqə batırsınlar. Keçən il mən Shark Tank qrupunun üzvü Kevin O'Leary də daxil olmaqla zəngin sağçıların alışa necə maraq göstərdikləri haqqında yazmışdım. İndi də Amazon proqramı almaq istəyənlərin siyahısına qoşulub. Ötən ilin yazında Prezident Joe Biden tərəfindən imzalanan və Çinə məxsus tətbiqin Amerika əsaslı sahibinə satılmasını və ya ABŞ-da fəaliyyətini dayandırmasını tələb edən 2 partiyalı qanun layihəsi nəticəsində TikTok yanvar ayında qadağan ediləcəkdi. Tətbiqin sahibləri əlbəttə ki, bu müddətə çatmadılar və TikTok qısa müddətə qadağan edildi. Lakin Trump vəzifəyə başlayarkən qanunu pozdu.